Bu İranın əlində nüvə silahının olmasından dünya niyə bu qədər əndişəlidir? Niyə görə qorxur? Orasını demək lazımdır. Niyə görə? Məsələn, Türkiyənin əlində olsa mən hesab eləmirəm ki, dünya bu qədər əndişəli olacaqdır. Türkiyənin nüvə silahı, yeri gəlmişəm, biz hamımız istəyirik ki, olsun Türkiyədə. İrandakı bu ideologiya ki var, yəni bu dinlə gələn ideologiya ki var və o ideologiyada əsas ana xətti siz tarixsiz gözəl bilirsiniz bunu ki, İsraili məhv etməkdir. Və İsrailin də müttəfiqi Amerika Birləşmiş Ştatlarıdır, yaxın dostu müttəfiqi. Mən həmişə belə bir paralel gətirirəm. Biz Türkiyə haqqında deyirik ki, biz bir millət, iki dövlətik. Elə İsrail ilə Amerikada təxminən eyni statusdadılar. Amerikanı idarə edən o yəmrilərdir. Ona görə burada bunların bir arada olması təbii ki, haradasa bir arada olmalarının bir təbiiliyi var. Yəni sıradan bir məsələ deyil. Bombanın İranın əlində niyə olmaması söhbətinə gəlincəsə, o İranı ki məhv edəcəm, İsraili ki məhv edəcəm ki çağırışları var. Biz bunu illərlə eşidirik. Biz nüvə silahı əldə edərkən birinci onu İranda, İsraildə sınaqdan çıxardacaq kimi çağırışlar olubdu. Təbii ki, bunu eşidən tərəflər, İsrailin özü hələ bir qırağa qoyuram, Amerika Birləşmiş Ştatları və Avropa İranda bu nüvə silahının olmasına icazə verməz. Çalışırlar ki, olmasın. Yəni, İranı haradasa, bax, Sepahı Avropa, Amerika terror təşkilatını görmüşdür. Avropa ölkələrdə, bax, bu hadisələrdə onu terrorist təşkilat kimi qəbul elədi. Yəni, bu sıradan bir şey deyil ki, bu bir dövlətin baxışı deyil ki, dövlətlərin baxışıdır. Yəni, bir dövlət qorxmur bundan. Bütün dövlətlər qorxurlar. İranın sərgilədiyi siyasətdən qorxurlar. İndi Nazir müəllim də dediyi budur ki, siyonistlərin də siyasəti axı həmişə zaman-zaman qorxulu olub da, yəni tarixi faktlara istinadən deyil. Və niyə o zaman İsrailin siyasətindən qorxmadılar, məhz İranın siyasətindən qorxurlar? Artıq başqa məsələdir. Yəqin ki, Nazir müəllim də mənim fikirlərimlə razılaşar. Bu ikili standart, dünyada baş verən ikili standartdır, ikili yanaşımdır. Bu bax, xaçlılara olar, müsəlmanlara olmaz. Bu tarix boyu biz bunu görmüşük də. Bizim Qarabağda başımıza, bizim torpaqları işğal edən ermənilərlə bizə eyni münasibəti sərgiləyən. Həmin məsələdir də, bax, o qlobal bir formada, yəni o bölgə üçün, o region üçün eyni məsələdir. Baxın, təsəvvürə gətirin ki, Qəzzada o qətliamı Misir törədəydi, Türkiyə törədəydi. Ya bir başqa bir dövlət törədəydi. Dünya birliyi neyniyərdi? İsrailə çağırışdan, çığırmadan başqa ikiyə demədilər. Orada nə qədər? Orada 70 min, 80 min insan həyatını qeyb elədi. Uşaq, böyük, qoca demədilər. Ən azı 3 dəfə açıqda yaralanan olur da, həmişə adətən. 3 avır olur da, yaralanansa 3 olur. Məhv elədilər Qəzzanı. Belə deyək də, gözün üstündə qaşın var dedilər. Bundan artıq İsrailə heç kim heç nə eləmədi. Amerika niyə görə məsələn? Ona görə gətirirəm bu paraleli Azərbaycanla Ermənistanın müharibəsində bu paraleli gətirirəm ki, bizə ikinci standartlarla biz 30 il nə qədər məşəqqətlər çəkdik. Biz sübut edə bilmirdik ki, ay balam, bunlar girib bu vəhşilikləri törədiblər, Xocalıda bu vəhşilik törədiblər, Başlıbeldə bu vəhşiliyi törədiblər. Yəni, bütün o daşı üstə qoymayıblar. Elə biz deyirdik, biz eşidirdik, axırda biz neynədik? Gücümüzü toparladıq, BMT-nin 4 dənə qətnaməsini, Təhlükəsizlik Şurasının qətnaməsini özümüz icra elədik. Yəni, bu ikili standartları biz öz dərimizdə görmüşük. Bu gün də, bax, dediyiniz məsələdə ikili standartlar var, təbii ki, ortadadır. Amma bunun ötəsindən gəlmək söhbəti var. Nə cür gələ bilərik? Bugün güc o tərəfdədir. Güc onların əlindədir, texnologiya onların əlindədir, maliyyə onların əlindədir, iqtisadiyyat onların əlindədir. Yəni, bu baxımdan da biz məcburuq ki, belə deyək də, dayanaq, baxaq. Proseslər haradır? Məntiqi cəhətdən siz tamamilə haqlısınız. İndi gözəl alimimizsiniz, maliyyəçisiniz, bu şeylərin hamısını düz deyirsiniz. Məntiqi cəhətdən. Amma burada əlavə faktorları da nəzərə alaq da. Məsələn, var söhbətim biraz uzaqdan başladım, sözüm axıra kimi deyə bilmədim. Yəni, bu müharibədə Amerikanın və İsrailin qarşıya qoyduğu və elan elədiyi hədəflər vardır. Birincisi, bu atom silahından İranı məhrum eləməli. Hətta uzağa getilər ki, raket texnologiyasını da dayandırmalıdır. 300 kilometrdən uzağa vuran İran raketi olmamalıdır. Üçüncüsü, İranda rejim dəyişilməlidir, bir dünyəvi dövlət, hətta dünyəvi dövlət də yox, şahın o bədnam oğlunu gətirmək istəyirdilər, monarxiyanı bərpa eləmək istəyirdilər.
Dördüncüsü, o siz də dediyiniz kimi İranın zənginliklərini də bölüşdürürdülər. Deməli, bu Amerikaya çatırdı və s. və s. İndi gəlin baxar görün, bu strateji hədəflərlə hansınasa, birinəsə bunlar çatıb, hiçbirinə çatmıyor. Ona görə, yəni İran tam Amerikanı məğlub elədiyi mən demirəm. Əlbəttə ki, o klasik müharibədə qoşunlar yüzdə dursa, Amerikanında elə təkcə o aviasiya gəmilərinin hər biri bir ordudan üstündür. Bunları mən demirəm. Əsas odur ki, müharibədə qarşıya qoyduqları və elan edəkləri strateji hədəflərin hansına çatılır? Heç birinə. Əksinə, İranın mövqeləri dünyada diplomatik cəhətdən çox inkişaf edib. Heç təsadüfi deyil ki, anti-İraq koalisiyasından fərqli olaraq, orada bilməm 32 il neçə dövlət artıq Amerikaya qoşulmuşdu anti-İraq koalisiyası. Burada bir dövlət də qoşulmur. Hətta bunun ən strateji müttəfiqləri Kanadadır, Avustraliyadır, Böyük Britaniyadır. Heç biri qoşulmur. Niyə qoşulmurlar sizcə? Çünki bu müharibənin açıq-aşkar haqsız olduğunu görür də. Bunlar da insandır. Məsələn, İraq məsələsində bunlar hətta o vaxtda da bütün dünya bilirdi ki, bu haqsız bir şeydir də. Hətta işi oraya gətirib çatdırdılar ki, bu Səddam Hüseyn də deyir, gəlin baxın da. Hətta bunun yataq otağını axtardılar ki, yox, buradadır silah. Ondan sonra hamı bilirdi haqsızlığı. O İraqda da 1 milyon adam indiyə kimi öldürürlər. Onların prezidentini astılar, bəli. Üstündən 20 il keçəndən sonra indi Böyük Britaniya hökuməti utanmaz. İndi bəyanat verir ki, yox, biz o vaxt səhv eləmişik, İraqın dərsən o silahı yox idi. Bunu da axıra kimi hər bir misalda da bunu eləmək də olmaz axı. İraqdan da fərqli olaraq bütün dünya hamısı da Trump'ı çəkindirirdi ki, İranla müharibə olmaz, şərtlər tamamilə fərqlidir. Hətta bu yaxınlarda Amerika xarici kəşfiyyatının terrorizmə qarşı mübarizə departamentinin rəisi çox yüksək səviyyəli bir adam, familiyası Scott Kent nədir? Publicly istifa verdi. Trump'ı da tənqid edər ki, bu olmaz. Yəni artıq Amerika Konqresinin özündə hətta milliyyətcə yəhudi olan senatorlar və konqresmenlər bu müharibəyə qarşı çıxır. Bax, bu bir neçə gün bundan qabaq 9 milyon Amerika vətəndaşı küçələrə töküldü, Trump'a yox deyirlər, bunu impeachment vasitəsindən göndərmə deyirlər. Krala yox dedilər, krala. Yəni, əgər Amerika elə quru qoşunlarla qalib gələ biləcəksə, bunu 32-33 gündə niyə də kim eləmirdi? Yanımızdadır ki, əvvəlcə 48 saat vaxt verdi İrana, sonra 5 gün vaxt verdi, sonra 10 gün vaxt verdi. Mən inanmıram. Yəni, quru qoşunlar hərəkatının başlamaq dediyim kimi tam istisna da eləmirəm. Amma 100% olacağına da inanmıram. Olacağı halda da dediyim kimi müharibənin xarakteri tamamilə başqadır. İranın bu hissəsini tutacaqsam, İran böyük ölkədir. Türkiyədən neçə dəfə? 20 dəfə böyüdür onlar arası. Yox, 20 dəfə yox, 2 dəfə böyüdür. Yəni 1 milyon 600 min kvadrat kilometrdir. Burasını tutacaqlar, o biri başından raketi atacaq. Bu, İsraildə onsuz bir şey qoymuyor. Yəni 20 min kvadrat kilometr bilsin, Azərbaycandan 4 dəfə balaca. Yəni bu ölkənin təxminən eni 100 kilometr, uzunluğu da 200 kilometr. Buradan Labrana qədər bir ölkədir. Yəni bu çox cırtdan bir ölkədir. Bu ölkə əhalisinin də təxminən 50%-i Fələstinlilərdir. O Ramallahda Mahmud Abbasın hakimiyyəti altında olanlar və Qəzzədə 2 milyondan çox adam vardı. İndi bilmirəm, yəqin ki, hamısı qaçanlar da geri qayıdar. Yəni, necə deyərlər, bir təbii caizsən biraz şikobut çıxır. İranın eşyaya gücü çatmazsa palanı döyüşdürəcək, İsraili vuracaq. Bax, İsrailə dediyim kimi bir bombalıq ölkədir. Yəni, bir dənə İrana taktiki nüvə silahı atılsa, İran da mən ümid edirəm ki, onun əlində var. Və kaş ki olan. Tel Əvivə bizə dənə bomba atsa, o ölkə yoxdur. İndi Amerika cəsarət eləsin, atsın. Kaş olan. Nazir müəllimi, deməli, sizi də yaman İranpərəst kimi təqdim edirlər. Mən Facebook sosial şəbəkəsində baxıram, çox statuslarınız biraz heyecanlı olur, biraz başa düşürəm də, yəni İran yaxın qonşumuz da orada, bizim insanımız yaşayır. Amma buna baxmayaraq üstümüzdə çox hücumlar olur, bax belə açıqlıqlarınıza görə. Olsun, mən hər halda... Sizin də ritorikanız səhvdir da, Mən konjunkturaçı adam deyiləm də, kimisə xoşuna gəlmək üçün danışmıram. Mən vicdanımın dediklərini təkrar edirəm.
Səhvdir, demirəm ki, həmişə mütləq həqiqəti mən deyirəm. Səhvdir, düzdür, bu mənim mövqeyimdir. Tamaşaçılar, oxucular, sosial şəbəkə iştirakçıları baxışın özü qiymət versin. Ola bilər ki, haradasa düzəm, haradasa səhvəm. Yəni sözümün canı odur ki, bu müharibədə, bu ədalətsiz müharibədir. Amerika və İsrail ədalətsiz müharibə aparır. Onu da qeyd edeyim, İran rejimi haqqında dedim, onu da qeyd edeyim ki, vallahi billahi İran müsəlman olmasaydı belə, xristiyan olsa, buddist olsa, əşirlər biri uzağa getsə, vallahi erməni olsa, ona qarşı da belə mən haqsızlığın tərəfdarı deyiləm. Belə olmaz da, özü də ki, xüsusilə bu İran əhalisinin hamımız deyir ki, 50% türkdür, 45 milyon türk var. Orada 10 nəfər öldürürsə 5-i türkdür. Buyurun. Sən bu Türkiyə nə xeyir verdin? Gəl belə bəzi belə avanturist adamlar var ki, Amerika gələcək, Cənubi Azərbaycanı ayıracaq. Onunla biz, qardaşım, belə bir şey yoxdur. İranın planında o böyük İsraili yaratmaq üçün Kürdistan yaratmaq var. Kürdistan. Bu müharibədə türklərə heç nə nəzərdə tutulmayıb. Bunu Türkiyə də bilir, hamı da bilir. Ona görə də Azərbaycan və Türkiyəni özlərinin bu cinayətlərinə şəhid eləmək istəyirlər, əmələ gəlmədi.